məsafə güzəşti ilə yerinə yetirən o maksimaldır. Maksimal qaçış sürətidir, bəli. Məkik qaçışı 2 vur 10, 3 vur 10, 4 vur 10. O da maksimaldır. Aha, bu da maksimal olacaqdı. 20-30 metr məsafəyə sürətlənmə. O da maksimaldır. Bu da maksimal idi. Yaxşı. Əllər dayaqda yerində qaçış. Əllər dayaqda yerində tək hərəkətin icra tezliyi. Tək hərəkətin icra Düz tezliyi. deyilsiz, təşəkkürlər, amma xatirə müəllim o deyil. Oxuyun anam yenə. Oldu müəllim, sağ olun. Çətin testlər atacağım, sizə oxuyun. İşləyin sonra. Elçin Əliyev. Bəli, müəllim. Hərəkətlərin qısa vaxt ərzində başa çatdırılması hansı hərəkət qabiliyyətdir? Sürət. Sürətli. Hərəkət keyfiyyət sayılmayan hərəkət qabiliyyət hansıdır? Sürət güc. Niyə sayılmır? Çünki o Sürətlə qabiliyyətin birləşməsində. Sürətlə qüvvənin birləşməsindən yarandığına görə. Bəli. Birinci yarım ildə istifadə olunan hərəkət qabiliyyətləri hansılardır? Sürət güc, bədən əyilmə qabiliyyəti. Bədən əyilmə qabiliyyəti. Sürətlə əlaqəli olan hərəkət qabiliyyətləri hansılardır? Sürət güc, qüvvə çeviklik. Sürət güclü, qüvvəli çeviklikdir. Dayaq hərəkət aparatı sürətinin nəyi sayılır? Dayaq hərəkət aparatı sürətin funksiyasıdır. Funksional sistemi sayılırdı. Funksional sistemi sayılırdı. Hərəkət edən obyektə qarşı verilən reaksiya sadədir, mürəkkəb. Mürəkkəb. Hərəkət edən obyektə qarşı verilən nədir? Mürəkkəb. Bəs hərəkət seçiminə verilən? Seçiminə verilən o da mürəkkəb. Aha. Hərəkət edən obyektə qarşı verilən reaksiya özü neçə mərhələdən ibarətdir? 4 mərhələdən. 4 mərhələdən ibarət idi. Yaxşı. Sonra addımın uzunluğundan və tezliyindən asılı olaraq dəyişən faza hansıdır? Dəyişən faza tək hərəkətin. Tək hərəkətin icra tezliyidir, bəli. İcra tezliyi, Nişanlar bəli. arasındakı məsafə azaldıqca nə olur? Bizə Qügün müəllim nə yazır? Azaldıqca Olar anam, olar. çoxaldıqca azalır. Olar Bahar müəllim. Azaldıqca çoxalır, çoxaldıqca azalır. Gecən çıxır, narahat olmayın anam. Hə. Bəs belə bir sual düşsə ki, əllər dayaqda vaxt vahidi ərzində yerində qaçış? Tək hərəkətin icra tezliyi. Aha, tək hərəkətin icra tezliyidir, bəli. Hə, tək hərəkətin icra tezliyidir, bəli. Sonra. Yaxşı, Nəcibə müəllim. Aha. Hərəkət istiqamətini dəyişməklə yerinə yetirilənlər mürəkkəbdir, sadə. Mürəkkəb. Aha, mürəkkəbdir.